Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 marşrutlarından 300-400 metr məsafədə 5 sota yaxın bir həyətdə 2 dənə bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Buyurun, baxın, sona qədər izləyin, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdırıram, bax bu ev birinci, bu 3 otaq tikilib. Bu 3 otaq tikilib. Sonra bu 2 mərtəbə artıq garajda ev tikilib. Evdə şəxsi tikilər olub. Çox möhkəm, mükəmməl bir fundamentlə tikilmiş bir ev olub. Gördüğünüz kimi bu evin xarici görünüşüdür. Demək, ev qapının ağzına qədər asfalt olan ərazidə yerləşir. Demək, məhəllə geniş məhəllədir. Yəni, alan adam bu evi obyektə də çevirib, birbaşa yol aça bilər. Məhəlləsiz geniş bir küçəsi var. Buranı da yəni, obyekt eləmək mümkündür. Al marketə, oba marketlərə yəni arenda vermək mümkündür. Yəni bunu da nəzərdə çatdırın. Birbaşa sadəcə bağlı olduğu üçün bu evi çəkə bilməyəcək. 3 otaqlı evdir. Yəni açıb birbaşa obyektə çevirmək olar. Çünki birbaşa yola açılır. Geniş küçəsi, geniş məhəllədir. Qəsb məhəllənin yəni geniş bir, böyük bir məhəllədir. Bu evdə gördüyünüz kimi böyük bir evdir. 15-in hardası 11-12 olan bir evdir. Gördüyünüz kimi də ev ara mərtəbəsi manaldan tikilib. Evdə həqiqətən keyfiyyətli materiallardan istifadə olub. İçi əşyalı satılır, bahalı əşyalardan. Bahalı əşyaları var. Altı qarajdır. Ətraflı aşağısına bir tanış olağın. Qoşa daşdan inşa olunur. Bax belə rigerlər atılıb. Altına belə artıq əşyaları yığmaq mümkündür. Gördüyünüz kimi ev sahibi artıq əşyaları da bura yığıblar. Evin də tikişinə həqiqətən çox möhkəm bir tikişə malikdir. Keçən indi evin evin arxasında da belə bir yer var. Burada da boş torpaq var. Bu 3 otaqlı ev olub əvvəlcədən. Nəzər bir həyətdə elə bir 2 dənə evdir. Burada əldamıdır. Əlavə gördüyünüz kimi evin ətrafına da pırlanmaq mümkündür. Arxasına evin hər tərəfində keçmək mümkündür. Bunu da nəzərinizə çatdırıram. Keçən indi əsas evin içinə tanış olaq. 2 ailə də burada qala bilər. 3 otaq 100 kvadratlıq bir evdir. Yəni burada elə bir şey yoxdur. Bu da giriş darvazasıdır. 3 metrdən böyük birdir. 4-ə yaxın bir darvazadır. Əlavə əl qapısı var. Qalxaq indi evin əsas içinə. Evdə 9 otaqdır. Əlavədə 3 otaq. 12 otaq cəmi, 12 otaqlı bir evlərdir. 3 otaqda bu birisi balaca bir evdir. Demək, buradan daxil oluruq evin içinə. Girən kimi burada sağ tərəfdə böyük bir plaşatqadır. Ev sahibi belə bir şərait yaradıb. Evin hündürlüyü göz qabağında 3 metrdən çox hündürlüdür. Qapıları bahalı qapılardır. Yəni, əl gəzdirsiniz daha gözəl olar. Bir 40 kvadratdan 50 kvadrat hardasa 50-60 kvadrat qonaq otağı. Gördüyünüz kimi. Bax, belə çəkirəm. Bu stolları bahalı stollardır. Stoldur, bax belə mebellərdir. Bahalı mebellərdən istifadə olunur. Gördüyünüz kimi alıb. Yəni içində qalır bu əşyalar. Yəni bunu nəzərdə çatdırın. Burada bir 30 kvadratlı bir yataq otağı. Hündürlüyü 3 metrdən çoxdur. Ara kəsmələri qoşa, ara mərtəbəsi monolit. Burada bir 25 kvadratlı bir yataq otağıdır. Burası sanuzel. Demək, burada 2 otaq, 3. Yuxarıda da 5 otaq, 8 otaqdır. Burada sanuzeldir. Sanuzeli hamısı qaydasında, yəni hamısı təmir, yəni normal vəziyyətdədir, yəni kafellər, metallar hamısı sağlam vəziyyətdədir, bunu nəzərdə çatdırın. Qalxırıq indi 2-ci mərtəbəyə. Bir 2 dənə yataq otağı, bir zal. Qalxırıq buradan yuxarı. Yuxarının amma hörmətli izləyicilər. Pləkanlar da qəşəng genişdir, belə zövqlə yığılıb. Qalxdıq buradan yuxarı. Bax, burada hörmətli izləyicilər, gördüyünüz kimi böyük bir plaşatqadır. Ev, buranı özü alan adam özü təmirdən çıxartmalıdır. Demək olar, işləri ağartdan zatdan çıxıb, kosmetik xərci var. Olduğu kimi burada yenə 30 kvadrata yaxın bir
bir otaq. Burada yenə də bir otaq, 20 kvadratlıq bir yataq otağı. Uşaq otağı 16 kvadrat, 4-ün 4-ə. Burada yuxarı 2-ci mərtəbənin sanuzeldir. Sistemdən hamısı çəkilib, əlavə işlər görülməlidir. Görürsünüz, toklar zətlər hamısı çəkilib. Bir otaqda 8 otaqdır. 3 otaqda aşağıda. Sənəd, hörmətli izləyicilər, tamam o, qeydiyyat praktik olunacaq, bunu nəzərdə çatdırım. Bir də burada bir otaqdır, yəni belə. Gördüyünüz kimi, hörmətli izləyicilər, nə varsa hamımızın qeydiyyatı sizə ev haqqında bütün məlumatlarını çəkdim, nəzərdə çatdırıram. Ev, Orxan Market deyilən bir ərazinin arxasında yerləşir, DSK yolunun arxasında yerləşir. Demək, 5 sota yaxındır, bir həyətdə 2 evdir. Kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın, evlə satılmanı köməkli göstərə bilərik. Bu evin də start qiyməti 300.000 start qiymətdir. Real alıcı olsa indirim olmağına olacaq, birbaşa ev sahibi ilə görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin.